Bu yaxınlarda tələbələrimdən biri iqtisadçı ekspert Fərhad Pərvizinin videosu mənə göndərdi. Şərqlə qərb arasında qalmışıq deyəndə biz hansı bir məni identikliyimizi itirmirik ki, Azərbaycanlı olaraq bizim mədəniyyətimiz faktiki nədir? Bilmirəm Fərhad müəllim hansı müşahidədən sonra o fikrə gəlib, amma dünyada mədəniyyət meyarları modeli Hofstede tərəfindən artıq ortaya qoyulub. Azərbaycanda isə bu tədqiqatı mən aparmışam və bu tədqiqat 500-dən çox şəxs arasında, hansı ki bu şəxslər fərqli şirkətlərdə yüksək rütbəyə sahib olan insanlardır, aparılmışdır. Burada tədqiqat nəticəsində ortaya çıxır ki, Azərbaycan mədəniyyət meyarları heç də şərqdən fərqlənmir. Heç də sizin dediyiniz kimi qərbə yaxınlaşmır və yaxud arada qalmır. Biz şərq mədəni meyarlarına uyğun gəlir, əsasən də Çinlə. Orada nə var? Orada qadın sayağı, kişi sayağı, orada güc məsafəsi, həyata qarşı tolerantlıq, qısa və uzun dönəm orientasiya. Biz bu meyarlara baxanda görürük ki, biz Çin dəyərlərindən uyğunluq təşkil edirik. Amma məsələnin problematik tərəfi ondan ibarətdir ki, biz bu dəyərlərə sahib olsaq da, Avropa dəyərlərindən şirkətin menecment sistemi qurulmağa çalışılır. Oradan bütün problemlər qaynaqlanır.